Kirvəyə Naxçıvana dron zərbəsi endiriləndən sonra dəhşət bəlli oldu ki, Azərbaycanda bu molla başları sevənlərin sayı nə qədərdir. Dərd də orasındadır ki, indi də variant çıxardılar. İran vurmayıb ki, bu təxribatdır, İran vurmayıb. Neysə. Tipo bombe 7. Ayağımla. Azərbaycan şəxsiyyətinə salam. 28-dən bu tərəfə saymağa başlasaq, görəcəyik ki, əməliyyatın dinamikası söhbət İran-Amerika-İsrail müharibəsinə gedir. Durmadan artmaqdadır və bu artmağın arxasında nə gizlənir? Ötən günlər ərzində Amerika dəfələrlə bəyanat verdi ki, bizim ümumiyyətlə heç bir problemimiz yoxdur sursatlarla bağlı, amma tədricən idarə olunan raket komplekslərindən idarə olunan aviabombalara keçdilər. Bu bir tərəfdən özündə nəyi göstərə bilər? İstisna eləmək olmaz ki, Amerika özünün o çox bahalı raketlərini saxlamağa çalışır və sayı həddən artıq çox olan aviabombalardan istifadə etmək barəsində düşünür və istifadə eləyir. Əslinə baxanda istər raket, istərsə də aviabomba ilə bağlı elə bir problem yoxdur. Çünki hər ikisi idarə olunur. Düzdür, sən raketi atanda çox uzaq məsafədən onu buraxa bilirsən və təyyarələr nisbətən təhlükəsiz zonada qalır. Bombanı idarə olunan bombanı atmaq üçün isə hədəfə mümkün qədər yaxınlaşmalısan. Çünki bombanın özünün mühərriki yoxdur və çox yaxından atəş açmaq lazım gəlir və bu da İranın hava hücumundan müdafiəsinin zərbəsi altına düşə bilər. Artıq Amerikanın B-1, B-2 və B-52 bombardmançılarından istifadə etməyi ondan xəbər verir ki, İranın hava hücumundan müdafiə qüvvələrinin vəziyyəti çox ağırdır. 7. Le bomba. Çox böyük yüksəkliklərdə zərbə endirə bilən zenit raket kompleksləri sıradan çıxarılıb. Buna görə də strateji bombardmançılar böyük yüksəklikdən atış aça bilirlər. İkinci, yaddan çıxarmayaq ki, Taleh Jarvisdə mən də həmişə deyirəm ki, bu səhifəyə abunə olmaq lazımdır və onda lazım olan bütün məlumatları əldə edə bilərsiniz operativ. Üçüncüsü, İsrailin özünün durmadan zenit raket komplekslərinə və hava hücumundan müdafiə sistemlərinə zərbə endirilməsinin axırında görürük ki, həqiqətən də artıq İran bu neçə gün ərzində Amerikanın və yaxud da ki, İsrailin təyyarələrini vura bilmir. Ciddi problemdir bu. Çox ciddi problemdir. Bəli, yenə deyəcəklər ki, vurublar, sadəcə belə fakt vurulmayıb. Hələ ki, İranın ərazisinə düşən bir ədəd belə təyyarə görməmişik. Qəzaya uğrayanı olub, dost atəşindən, friendly fire-dən vurulanı olub, bütün bunların hamısı var. Amma real İran zenit raket kompleksləri təyyarə vursunlar, bunu hələ ki, görmək mümkün deyil. İkinci bir tərəfdən artıq xəbərləri oxuyanda görürsən ki, İranın birinci günlərdə atdığı o raketlərin sayı, dronların sayı nə qədər çox idisə, İndi azalır. Səbəb, buraxıcı qurğular vurulur, raketlər start mövqeyində olduğu məqamda atışa məruz qalır. Eynilə də bunu dronlar barəsində demək olar. Və digər tərəfdən də məhz bir məqamı da yaddan çıxarmayaq, İranın hərbi dəniz qüvvələri artıq yoxdur. Yoxdur. Və ikinci bir tərəfdən, hətta Hind okeanına qədər qaçmış bir İran gəmisini də vura biliblərsə, artıq fikir verir ki, vəziyyət nə yerdədir. Yadınızdadırsa, müharibədən bir neçə gün əvvəl, hardasa bir 2 həftə bundan əvvəl, 2 həftə, müharibədən 2 həftə əvvəl, hamı belə danışırdı ki, İranın elə bir gəmisi var ki, elə bir kəşfiyyat sistemləri var ki, o gəminin elə bir radioelektron mübarizə sistemi var ki, onları işə salsan, Amerikanın bir təyyarəsi havaya qalxa bilməz, bir hədəfi də vura bilməzlər. Həmin gəmi də yox. Sonra dedilər ki, İranın özünün dron daşıyıcı gəmisi var və bu dünyada yeganə gəmidir ki, dron daşıyır. Niyə görsə Türkiyəni yaddan çıxardılar həmin vəziyyətdə. Və həmin o gəminin özü də dronlarla Amerikaya, İsrailə çox rahat hücum edə bilər. Onun dronları havaya qalxsa, Amerikanın bir dənə də gəmisi sağ-salamat qalmayacaq. Nə oldu? Bəlli oldu ki, həmin gəmini də vurublar. Bir sözlə, dənizdə artıq İran yoxdur, yalnız qurudadır. Və əməliyyatların belə dinamikasına getməsindən məndə belə bir təəssürat yaranır ki, 28-dən bu tərəfə belə aktiv hərbi əməliyyatlar davam edirsə və artıq aviabombalarla zərbələr endirməyə başlayıblarsa, Amerikadan hələ ki söhbət gedir. Deməli, İranın özünün daxilində belə çox ciddi sursat çatışmazlığı, raket çatışmazlığı, buraxıcı qurğuların yoxluğu, ümumiyyətlə mövqelərdən çəkilmə var. Amma İranın bir plusu var, söhbət nə gedir? İran komandanlığı vahid komandanlıq olmadığı təqdirdə belə durmadan aşağı rütbəli zabitlər atəş qərarı qəbul etmək imkanına malikdir.
Hətta əgər məsələn buraxıcı qurğuda üstündə raket var və onun komandiri özündən böyük komandirdən əmr almalıdır, o da özündən böyük komandirdən əmr almalıdır. Hal-hazırda isə hətta buraxıcı qurğunun komandirinin özü belə o raketi atmaq və o qərar vermək imkanlarına malikdir. Bu İran üçün böyük bir plusdur və onlar bundan çox belə uğurla hələ ki istifadə eləyə bilirlər. Amma bir tərəfdən də Massadın verdiyi məlumata görə onlar belə bir məlumat yaymışlar ki, bizdə orta təbəqədə olan zabitlərin bütün məlumatları, hətta harda dincəldikləri, evləri və ailələri barəsində məlumatlarımız var və onların da ovuna biz artıq çıxmağa başlamışıq. Bu tərəfi də var. İranın zərbələrinin artıq sayı azalıb, əhəmiyyətli dərəcədə azalıb və ona görə hər dəfə məlumatları oxuyanda çox az sayda məlumatlara rast gəlmək mümkündür ki, məsələn, indi də baxa bilərik də, hansısa bir saytı açırıq və həmin o saytda baxırıq. İran zərbə endiribmi? Açılsın, diyəcəmindir. Azərbaycanda səfərbərliyin 1-ci dərəcəsi, bu barədə yeri gəlmişdən danışacaq. Amerika qaydasız döyüşlərə hazırlaşır. Azərbaycan əyalətlərində Sepahın 10.000 və Arteşin 40.000 əskəri var. İrana Azərbaycan uşaqlarını öldürmək olarmı? Niyə İran Azərbaycana zərbə endirdi? Yəni, xəbər lentinə baxanda faktiki olaraq artıq bu xəbərləri oxumaq mümkün deyil. Amma başqa bir xəbəri oxuyanı bu bizim hamımıza çox pis təsir edir. Söhbət bu həmin o Friendly Fire-da vurulan F-15 idi və bu F-15-ləri ərəblər özləri vurmuşdu. Amma bir xəbər hamımızın əhvalını yaman şöhrətdir. Hamımızın deyəndə əsl Azərbaycanlıların əhvalını yaman şöhrətdir. Söhbət Azərbaycanın ərazisinə endirilən dron zərbəsindən. 4 dron, onlardan birini hava hücumundan müdafiə qüvvələri vura bilib və digərləri isə məktəb və aeroportun ərazisinə düşüb Naxçıvanda. Pis xəbərdir. Etiraf eləmək lazımdır və məhz o səbəbdən də prezidentin keçirdiyi həmin o təhlükəsizlik şurasına da konkret tapşırıqlar verildi. Artıq Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, xüsusi təyinatlı qüvvələr, onların hamısı döyüş hazırlığına gətirilib və biz burada indi hal-hazırda Bakıdayıq, amma Azərbaycanla İran sərhədində hansı qüvvələrin varlığı barəsində hələ ki danışmaq mümkün deyil. Amma aydın məsələdir ki, Azərbaycan bu dəqiqə silahlı qüvvələri döyüşə hazır vəziyyətə gətirilib. Dərhal yenə də həmin o molla başlar deyəcək ki, İranla döyüşə bilməzsiniz. Bəli, söhbət o döyüşməkdən getmir, söhbət Şuşa bəyannaməsindən gedir. Və həmin o Şuşa bəyannaməsini oxusanız görəcəksiniz ki, həmin o Şuşa bəyannaməsində Azərbaycana qarşı hansısa bir təhdid olursa, Türkiyə Azərbaycanla bir cəbhədən çıxış edir və bunun başqa bir variantı da yoxdur. Bunu sadəcə olaraq yadda saxlayın. O ki, qaldı İranın özünə. İran rəsmiləri əvvəlcə dedilər ki, xeyr, biz atmamışıq. Amma Sepah öz Telegram kanalında dedi ki, biz atmışıq. Sepah olaraq biz atmışıq. Və bunun da adını təbii ki, Siyonist rejiminə və Amerikaya kömək edən ölkələrin arasında onların bazasının olduğunu əsas gətirərək legitim hədəfləri vurmaq nöqteyi nəzərdən bunu eləmişik. Amerikanın aviya zərbəsi nəticəsində İranın məktəbi vuruldu və yüzlərlə uşaq öldü orada. Çox təəssüf. Bizim Allahımız onda gətirdi ki, İranın atdığı dron bizim məktəbə dəymədi. Paralel aparırsa, bu paralelləri də aparın. Və aydın məsələ ki, İran tərəfdaşları, Xomeyniyə atam və ağam deyənlər dərhal deyəcəklər ki, yox, İran atmıyor. Yaxşı, İran atmayıbsa, mən sizdən başqa bir nöqteyi nəzərdən söhbət eləmək istəyirəm. Çox sadə bir məsələ. Yəni, mən başa düşürəm ki, əslində qalsa İran başlarının böyük bir problemi onların əksəriyyətinin nadan olmasındadır. Çünki onlar belə misal üçün xəritəni açıb, qabağına qoyub fikirləşməyəcək ki, bir dəqiqə dayanayım, mən ümumiyyətlə baxım görüb söhbət hardan və nədən gedir. Naxçıvan. Naxçıvan və bizim həmin o aeroport da buradadır. Naxçıvan, aeroport, Araz, İran ərazisi çox yaxındır da görürük. Araş 2 dronlarından istifadə olunub, Araş 2 dronlarını İran özü istifadə edir. Və həmin o Xomeyniyə ağam deyənlər, molla başlar deyirlər ki, bu zərbəni endirib İsrail. Ki, axtaraq görək İsrail hardadır xəritədə. Elə belə. Bax, bu Naxçıvandır, görürsünüz diqqətlə. Bura İsraildir. İsrail dronunu atıbsa, dronlar Suriyanın səmasından keçməlidir, İraqın səmasından keçməlidir, İranın səmasından keçməlidir, ondan sonra Naxçıvana gəlib çatıb partlamalıdır. Və ya elə həmin dronlar, məsələn, əgər İsrail atıbsa, o mollabaşların diqqətinə çatdırıram, Suriyanın, Livanın ərazisindən keçməlidir, Türkiyənin ərazisindən keçməlidir, yenə də İranın ərazisindən keçməlidir, ondan sonra gəlib Naxçıvana dəyməlidir.
Bir papaq yoxdur sizdə, başa düşürəm. Heç olmasa olub qalan ağlınızın 1 qramını qabağınıza qoyun və fikirləşən ki, bu boyda məsafəni qət eləyəndə həmin o dronlar, yenə də rus demişkən, Neujeli Türkiyənin, İraqın, Suriyanın, İranın hava hücumundan müdafiə qüvvələri o 4 drondan birini heç olmasa çəkmədi, vurmadı. Onu fikirləşin də heç olmaz. Fikirləşə bilirsiniz? Yox. Sizin üçün odur ki, yalnız və yalnız ağam. Amma digər istiqamətlərə beyniniz işləmir. Problem ondadır? Bəli, problem ondadır. Mən heç nə yox, yalnız məsafəni nöqtəyə görə. Əslində qalsa siz İranı təmizə çıxartmaq üçün hətta özünüzü belə günahkar çıxartmağa hazırsınız ki, tək İran təmizə çıxsın. Və bu da çox böyük bir səhvdir. Səbəb, Azərbaycanlı olmaq lazımdır hər şeydən əvvəl və belə olan halda çox rahat olur. Ağam demirsən, hər şey qaydasındadır. Ona görə də mən sizə heç nə yox, yalnız məsafəni göstərdim. Təbii ki, prokurorluq işləyəcək, təbii ki, Müdafiə Nazirliyinin xüsusi qüvvələri işləyəcək və bəlli olacaq ki, ora dəyən həmin o dronların kələrində İran və yaxud hansı ölkənin istehsal etdiyi belə bilinəcək. Bütün bunların hamısı bilinəcək. Amma İranın nə qədər nankor olduğunu nədə görmək mümkündür? Yeganə bizim prezident idi ki, səfirliyə gəldi, İrana başsağlığı verdi. Yeganə bizim prezident. Digər müsəlman İslam ölkələrinin biri də onu eləməyib. Bizim prezident onu eləyir, ertəsi günü İran bizə zərbə endirir. Mən çox gözəl başa düşürəm ki, sizin beyniniz yuyulub və orada Xomeynidən başqa heç nə yoxdur və bədbəxtçiliyiniz də ondadır. Və ona görə də siz normal düşünə bilmirsiniz. Amma normal düşünən adam bunun necə bir addım olduğunu dərhal qəbul edə bilər. Çox təəssüf ki, siz onu qəbul edə bilmirsiniz. Və qəbul edə bilmirsinizsə, problem yoxdur. Heç problem yoxdur. Hər şeyin öz vaxtı, vədəsi var. Yəni, cavab necə olacaq, onu da görəcəyiz. Tələsməyə dəyməz. Bütün bunların hamısı vaxtı gəlir çatır. Nəysə, sərhəd boyu, Azərbaycan sərhəd boyu Astaradan tutmuş, Mincivan, Zəngilan, bu tərəfdən Naxçıvan istiqaməti, sərhəd boyu Azərbaycan tam hazır vəziyyətə gəlib. Və mən çox ümid edirəm ki, İranın ağlı çatacaq ki, Azərbaycanla növbəti konfrontasiyaya girməsin. Çünki bu artıq həqiqətən də Azərbaycanın tək hərbi əməliyyatlara qoşulması demək olmayacaq və faktiki olaraq artıq İranın şimalında quru əməliyyatlarının başlanılması da start verilə bilər. Hərçənd ki, həmin o ərazilərdə Sepahın 10, Arteşin isə 40 minə yaxın canlı qüvvəsi var. Bu eybi onlarla da din tapıb, silah nöqteyi nəzərdən onları başa salmaq olar vəziyyət nə yerdədir. Yəni, bütün bunların hamısı mümkündür. Və artıq belə bir vəziyyətdə İran özü koalisiya yaranmasına bizi vadir eləsə, vəssalam. İran, vəssalam. Və niyə görə bütün bunların hamısı baş verir? Niyə görə İran atır? Xameneyinin göstərişlərinə əsasən, rəhmətli Xameneyinin göstərişlərinə əsasən İran bütün ətraf ərazilərini söhbət bütün bax bu ərazilərdən gedir, hər yeri müharibəyə cəlb eləməlidir ki, digər bu ərazilər, Avropa, Asiya və s. və ilaxır, İrana qarşı hərbi əməliyyatlardan çəkindirməyə çalışsın. Çünki müharibənin getdikcə sərhədləri böyüyəcək. Türkmenistandan danışmam, Pakistandan, Əfqanistandan danışmam, amma Azərbaycan, Ermənistan, Türkiyə, İraq, Suriya, Ərəb dövlətləri, bunların artıq əməliyyatlara cəlb olunması genişləndirir və nə qədər də ağanız Xameneyiyə dua eləsəz xeyri olmayacaq. Ona görə də vəziyyətin nə yerdə olduğunu gördük, əməliyyatlar hələ də davam edir və bundan sonra da hələ də mən artıq belə başa düşürəm ki, Amerika və İsrail İranı şumlama taktikasına keçib, əgər söhbət B-52-lərdən gedirsə və belə şumlana nə qədər şumlayacaqlar bilməm. İran artıq 1230 nəfərin öldüyünü bəyan edib və bu heç də balaca rəqəm deyil, amma nə qədər hərbi hissələr, qərargahlar, bazalar, bunkerlər, aeroportlar və s. və ilə bütün bunların hamısı vurulub, artıq onların sayı barəsində danışmaq mümkün deyil. Belə, hadisələrin inkişafını hələ ki gözləyə görə nə baş verəcək, ümid edəcək ki, hər halda o İranın ağalarının bir balaca ağlı yerinə gələcək ki, vəssalam bunu qurtarmaq lazımdır, nə olursa olsun, ölkəni bada vermək olmaz nöqteyi nəzərdən çəkirəm, amma yox, deyəsən mən belə başa düşürəm ki, onlar hər şeyi öz ambisiyalarını qurban verməyə hazırlar və ortalıqda da kim gedir? Ortalıqda gedir Molla Başdar. Çünki onlar hələ başa düşmürlər ki, söhbət nə söhbətdir. Belə, abunə olun, diqqətiniz bizdə olsun, baş verən bütün hadisələr barədə biz sizə məlumat verəcəyik. Salamat qalın, əsas olun.